Yenə maraqlı bir qeydlə qarşınızdayam. Deməli, dolanmaq sözü ki var. Dolanmaq. Dolanmaq sözü həm dola, dolanmaq kimi təhlil olunur. Həm də dolanmaq kimi təhlil olunur. Əgər birinci kimi təhlil olunsa, dola, dolan, dolanmaq. Burada olacaq məchul növ. Deyirəm ki, ip dolandı. İp dolandı. Dola, dolandı. Bilmirik ipi dolayan kimdir. Bu dola, dolan, ıl, ınlı. Sadəcə dola, a, ın olmur da.Inın qısaldılmışıdır. Məchul növ. Biri də var, deyirəm ki, keçinmək, yaşanmaq mənasında. Yəni, mən yaxşı keçinirəm, yaşayıram. Keçinmək, yaşanmaq mənasında. Deyirəm ki, o yaxşı dolanır. Yaxşı dolanır. Burada dolan sözün kökü dolandır. Yaxşı dolanır. Sadə sözdür və məlum növdədir. Sadə sözdür, məlum növdədir. Deməli, dolanmaq həm məlum, həm də məchul növdə işlətmək olur. Dolanmaq. Hətta qayıdış növdə də işlənə bilir. Desəm ki, ip dolandı. İp dolandı əslində həm qayıdış, həm də məchul növdə işlənə bilər. Əgər ipi kimsə, deyirəm ki, ip ağaca dolandı. Və yaxud da ip, nə bilim, tutaq ki, hansısa bir yumağa, ip yumağı olur da, dolandı. İp yumağa dolandı desəm, burada olacaq məchul növ. Məsələn, ip yerdəydi, gəlib görür, kimsə ipi yumağa doluyubdu. Amma desəydim ki, tutaq ki, bayraq dolandı. Nə bilim, bayraq göydən asılı idi, dolandı. Bayraq dolandı. Burada qayıdış növ. Yəni, külək bayrağı doluyubdu da bir-birinə. Və yaxud da paltar dolandı. Külək paltarı bir-birinə doluyubdu da. Elə bir ki, dolaşdırıbdı. Məsələn, görürsünüz, Rolekinizdə paltar olan, paltar dolaşar. Paltar yəni öz-özünə dolaşır da, külək onu dolaşdırır. Burada qayıdış növdə işlətmək olar.